Yanlış fikir müəyyən edin deyir 38-ci sualda bizdən. Orta Sibir yaylasının şərqində Verxuyanski silsiləsi yerləşir. Burada heç bir yanlış yoxdur. Cənub-Qərbi Asiyada eol relyef formaları yayılmışdır. Bəli, burada da yanlış bir şey yoxdur. Himalay dağlarının şimalında Tibet yaylası yerləşir. Elədir ki, var. Burada da yanlış bir şey yoxdur. Pamir dağlarının ən hündür zirvəsi Nepalın ərazisindədir. Xeyr, elə burada yanlış cavab D variantıdır. Böyük Çin düzənliyi daha çox mənimsənilmişdir. Bəli. İndi gəlin burada D variantı niyə yanlışdır, onu deyək. Yoldaşlar, Pamirin ən yüksək zirvəsi haradır? Kongur zirvəsidir. Bəli. Kongur zirvəsi və bilirik ki, Kongur zirvəsi hansı ölkə ərazisindədir? Çin ərazisindədir. Kongur zirvəsinin hündürlüyü isə 7719 metrdir. Deməli, Pamir dağlarının ən hündür zirvəsi Nepalda yox, Çində yerləşən Kongur zirvəsidir. İkinci ən böyük zirvələrindən biri isə İsmail Samani fikri ki,